Salamlar, gəlin Ellər Akademinin bugün keçirmiş olduğu 9-cu sinif İngilis dili sınaq suallarının izahına baxaq. Deməli, dinləmə mətninə qulaq asaq indi. Silver is a shiny metal. It is number 47 on the periodic table of elements. People have used silver for thousands of years for jewelry and coins. One reason silver is valued is because it is quite stable. Many chemicals do not easily damage it. However, unlike gold, silver can slowly react with sulfur in the air. This causes silver to turn dark. Even so, it can be cleaned and made shiny again. Silver is also heavy. It is about 10 times heavier than water. Like gold, silver is very soft and easy to shape. It can be hammered into thin sheets and long wires. Because of this, silver is useful for technology too. Silver is the best conductor of electricity among all metals. This is why it is used in electronics, batteries, and solar panels. Silver is less expensive than gold, which makes it more accessible. Although it may not be as rare, silver has always been one of the most important and useful metals in human history. İndi dinləmə mətni üzrə tapşırıqların yerinə yetirilməsinə başlayaq. Silver is a shiny metal. It is number 47 on the periodic table of elements. People have used silver for thousands of years for jewelry and coins. One reason silver is valued is because it is quite stable. Many chemicals do not easily damage it. However, unlike gold, silver can slowly react with sulfur in the air. This causes silver to turn dark. Even so, it can be cleaned and made shiny again. Silver is also heavy. It is about 10 times heavier than water. Like gold, silver is very soft and easy to shape. It can be hammered into thin sheets and long wires. Because of this, silver is useful for technology too. Silver is the best conductor of electricity among all metals. This is why it is used in electronics, batteries, and solar panels. Silver is less expensive than gold, which makes it more accessible. Although it may not be as rare, silver has always been one of the most important and useful metals in human history. Başlayırıq. Deməli, mətnin dinləmə suallarına baxdıq. Deyir ki, nə üçün günəş panellərində və elektronikada istifadə olunur? Çünki ən yaxşı elektrik konduktorudur. Yəni, onu idarə edən də elektriki. Daha sonra deyir, çox yumuşaq və əyilə bilən, yəni ki, belə deyək də, uyuşa bilən bir metaldır. Ona görə parçalara bölünə bilir. Nazik parçalara. Bəli. Mətn nə haqqındadır? Demişdi onsuz, gümüş parlayan metaldır. Yəni, parlayan metalın deməli, xüsusiyyətləri və istifadələri. Daha sonra true false-a gələndə 47-ci elementdir, düzdür. Deyir, davamlı deyil, amma səhvdir, davamlıdır. Deyir, qızıldan fərqli olaraq heç vaxt su, belə deyək də, havada reaksiyaya girmir. Amma asanlıqla reaksiyaya girir, yəni səhvdir. Bir də sudan təqribən, about, əgər bir rəqəmin qarşısında işlənibsə, təqribən mənasını daşıyır. Təqribən 10 dəfə ağırdır, bu da düzdür. İndi deməli, baxaq yenə short textlərə. Baxırıq ki, short textdə məktub yazılan Robertdə yazan Saradır. Deməli, biz Robertə çıxmalıyıq. C-ni çıxaq, deməli, D-ni çıxaq. Deyir, I hope you are doing well. Ümid edirəm ki, yaxşısan. Sənə yazmaq istədim və təşəkkür etmək istədim ki, deməli, sənə mənim məzuniyyətimə görə göndərdiyin kitab üçün, gözəl kitab üçün təşəkkür etmək istədim. Bu elə tamamilə mənim ehtiyacım olan idi. Mən deyir ki, deməli, bu şənbə günü axşam Blue Bistro adlı məkanda axşam yeməyi verirəm, kiçik axşam yeməyi. I have only, bura diqqət edək. Mən sadəcə kiçik, deməli, bizim kiçik dərs qrupunu dəvət etmişəm. Sənin də bizə qoşulmağın əla olardı. Yəni, Roberti, deməli,
məzuniyyət belə deyək qonaqlığına çağırır da. Bəli, B variantı olacaq. Sara Roberti axşam yeməyinə dəvət edir və hədiyyə üçün ona təşəkkür edir. A-da deyir ki, Sara Robertə onun, yəni Saranın məzuniyyət qonaq seremoni əslində tədbirdir. Yəni məzuniyyət tədbirində, məzuniyyət gecəsində iştirakına görə təşəkkür edir. Xeyr, nəyə görə təşəkkür edir? Baxın, diqqətli olaq. For the wonderful book, gözəl kitaba görə ona verdiyi. Bir də Sara deyir, üzgündür, yəni nə bilim, üzr istəyir, belə bir şey yoxdur. Gəlin indi 6-ya baxaq. Try our new eco-clean laundry pots. Deyir bizim, yəni təmiz, belə deyək də, bu laundry camaşırxana deməkdir, yəni paltarla bağlıdır. Deyir onları sınayın. Onlar 100% deməli bitki tərkib elementlərdir və həssas dəri üçün təhlükəsizdir. Bu həftə sadəcə, baxın, only var. Bu həftə sadəcə əgər sən böyük bir paket alsan, sən deməli əlavə no deyir, baxın. Əlavə heç bir deməli ödəniş olmadan nə qazanacaqsan? Parça yumşaldıcının deməli ölçüsündə bir butulka. Doğrusu bir butulka parça yumşaldıcı nəsə də bu paltarla bağlıdır. Onu qazanacaqsan. Hurry to our store and switch to a greener clean. Yəni mağazamıza gəl və daha belə deyək də switch to greener clean. Daha da təmiz elə. Bəli. The laundry pots are made completely from natural plant materials. Deyir, tamamilə təbii bitki materialına hazırlanır. Baxın, gəlin bax, əslində düzdür də, çünki tamamilə 100% deyil. Completely 100%dir. Elə A düzdür. Gəlin yenə digərlərinə də baxaq. Bütün məhsullar deyir hal-hazırda currently, yəni cari olaraq yeni müştərilər üçün endirimdədir. Elə bir şey demədi. Böyük bir paketini alsan, əlavə ödəniş olmadan paltar yumşaldıcı qazanacaqsan. Bütün məhsullar demir ki. Deyir, əgər deyir, parça yumşaldıcı daha ucuzdur əgər sən bunu böyük bağlamasız alsan, without. Yəni böyük bağlama olmadan, böyük paketini almadan alsan daha ucuzdur. Əksinə onu alanda daha ucuzdur. Harmful deyir, zərərlidir bunlar. Yox. Bir də bu həftə deyir ki, sən ikinci paketi pulsuz qazanacaqsan. Baxın, bir dənə deyək, completely from natural plant materials. Tamamilə, yəni natural, yəni təbiidir də. Deməli, you get a second pack of laundry pots for free this week. Deyir, ikinci bağlamanı bu həftə pulsuz qazanacaqsan. Amma ikincini demir axı. Burada nəsə bir xüsusi ölçülü deyir. Bəli, ikincini demir. Çünki yəni bitki əsaslı elementlər olan elə təbii deməkdir də, bir növ bitki əsaslı elementlər olan. Gəlin indi biz baxaq deməli 7-yə. Yəni burada olacaq A variantı. Plant materials deyir onsuz da. Burada ikinci paketi, ikinci bağlamağı qazanmırsan. Baxın, bu pod elə bir ki, o yumaq üçün olan bir vasitədir də. Onu qazanmırsan. Onu alsan, paltar yumşaldıcını qazanırsan. Ona görə səhvdir. Visit our new city library this weekend. Bu həftə sonu bizim yeni şəhər kitabxanamıza baş çək. Biz sənə sakit oxuma zonaları, yəni oxu zalı deyə bilərik. Rəqəmsal emalatxanalar və kitab klubları təklif edirik. Deyir ki, həmçinin üzvlər premium online deməli datalardan istifadə edə bilər. Ailələr deyir ki, in the same household. Eyni yerdə yaşayan ailələr isə bu üzvlük haqqını, yəni illik olaraq, baxın, fi ödənişdir. Yəni bu üzvlük ödənişini yarı qiymətinə əldə edəcək. Registration for the big opening event closes at midnight tonight. Deyir ki, deməli, bu gecə yarısı böyük açılış üçün, deməli, for the big opening event closes, böyük açılış üçün olan deyir, qeydiyyata alma, bu gecə yarısı bitir. Bəli. İndi gəlin baxaq. Deyir ki, baxın, every person. O da baş çəkən hamı üçün, üzv olan hamı üçün deyir ki, bu endirim keçərlidir. Xeyr. Eyni evdən olan ailələr üçün, yəni ailə üzvləri üçün. A-nı çıxaq. Deyir ki, ailədən yalnız bir insan qoşula bilər. B səhvdir. Sonra, kitabxana deyir ki, istifadəçilərinə müxtəlif, various müxtəlifdir. Müxtəlif mənbələr və proqramlar təklif edir. Elə C düzdür.
D-də deyir ki, ayın sonuna kimi qoşula bilərsən. Deyir ki, amma qeydiyyata alma, qeydə alma. Bu axşam bitir, ayın sonu yox. Bir də deməli, indiki deyir üzvlərin valideynləri pulsuz istifadə edə bilər. Baxın, pulsuz demirik burada. Yarı qiymətinə deyir. Pulsuz deyil. Məsələn, 10 manatdırsa 5 manat. Pulsuz deyil ki o. İndi gəlin gölə baxaq. Lake Chad is located in Central Africa and is shared by several countries including Chad, Nigeria and Cameroon. Əslində bu Şad Respublikasıdır, səhv etmirəmsə. The lake is an important source of water for millions of people living nearby. Deyir ki, Şad gölü Mərkəzi Afrikada yerləşir. Ola bilər ki, coğrafi mövqedir deyə bunu səhv tələffüz edə bilərəm. Və bir neçə ölkə ilə deyir ki, həmsərhəddir. Bu da Şaddır, Nigeriyadır, daxil olan ölkələr. Bir də Kameryondur. Və göl deməli, milyonlarla yaxında yaşayan insanlar üçün vacib su mənbəsidir. İsti deməli iqlimi var. It has a hot climate with long dry seasons and short rainy periods. Uzun quru fəsilləri var, bir də qısa yağışlı periodları var. Yəni yağış az yağır, amma çox vaxt quraqlıqdır. İllər ərzində deyir ki, göl belə deyək də ferma işinə, balıqçılığa, fermaçılığa, bir də regionda heyvan həyatına dəstək olub. Keçmişdə Şad gölü Afrikanın ən böyük göllərindən biri idi. Baxmayaraq ki, ölçüsü 1970-də dekrease, azalmağa başladı. Bu da iqlim dəyişikliyi ucbatından baş verdi. Zəif yağış, daha sonra deyir ki, kənd təsərrüfatı üçün su istifadəsi artdı və deməli bu gölə tökülən çaylarda artıq sulanan ərazilər üçün elə bir ki, uzaqlaşdırıldı da, belə deyək. Bu da gölə çatan suyun miqdarını azaltdı. Yəni, sudan istifadə edildilər ki, məhsulları sulasınlar. O da suyun miqdarını azaldıbdır. Və bu Şad gölünə olan dəyişikliklər deyək ki, ciddi ətraf mühit və sosial problemlər səbəb oldu. Balıqların sayı aşağı düşdü və çox insanlar balıqçılıq və fermada olan işlərini itirmişdir. Həmçinin su qıtlığı da insan sağlamlığına və qida təchizatına təsir etdi. Bugün göl əvvəlkindən daha kiçikdir. Və düzgün addımlar olmadan bu gələcəkdə yox olmaq üzrədir, yəni yox ola bilər. Mətin nə haqqındaydı? Mətin The Lake in Danger of Disappearing, yəni yox olma təhlükəsində olan göl haqqındaydı, Şad gölü. Bizdən səhv məlumat seçməyimizi istəyir. Deməli, gəlin də sondan gedək. Deməli, in the second half of 20th century, 20-ci əsr 1900-cü illərdir. 1900-cü illərdir. 1900-cü illərin ikinci yarısı da 1950-dir. Deyil, 1950-də kiçilməyə başladı. Daha doğrusu bir dəqiqə nə deyir burada? Hədə 1950-dən sonra, yəni 1970-də kiçilməyə başladı. Bu da ikinci yarısıdır, bu düzdür. Nigeriya və Kamerun deyir ki, gölü bölüşən ölkələr arasındadır. Bəli, yəni o göl olan ərazisindən keçir o mənada. Deməli, region deyir ki, quru havanın uzun müddət quru hava periodlarını təcrübədən keçirir. Yəni o deməkdir ki, orada uzun müddət hava isti olur, quraqlıq olur. Düzdür. Bugün, baxın, today deyir. Bugün Şad gölü Afrikanın ən böyük göllərindən biridir, amma bugün yox. Keçmişdə elə idi. Ona görə də burada B olacaq. Deməli, o pislər silək. Bu da B-dir. A da niyə düzdür? Deyir ki, göldəki çox xalq su mənbəsinə, gölə su mənbəsi kimi etibar edir. Niyə? Çünki orada gəlib balıq tuturdular, kənd təsərrüfatında məhsulları sulayırdılar. Yəni, buna etibar edirlər. Bəli. Deməli, mətnə görə tamamlayın. Deyir ki, hal-hazırda iqlim dəyişikliyi tərəfindən təsir olunmur Şad gölünə. Xeyr, təsir olunur. Deməli, qısa quru fəsilləri var, uzun yağışdır, əksinədir, uzun quraqlıqdır, yağış azdır. İncrease artmaqdır, deyir, artdı ölçüsü 1970-lərdə azaldı. Bu keçmişdəkindən deyir ki, mor, indi daha çox balıqçılar üçün iş təklif edir, əksinə, indi daha azdır, çünki suyu quruyubdur. Bəli, zəif yağıntı və iqlim dəyişikliyi tərəfindən təsir olunubdur Şad gölünə. Mətnə görə cavab verməyimizi istəyir. Bu deyir nə idi ki, bura olan çaylar artıq bura axmırdı. Bəli, məhsulları sulamaq, bunu bayaq dedik. Mətnə görə düzü deyir tapın.
Deyir ki, əgər insanlar düzgün addımlar atmasa, gölün suyu gələcəkdə artacaq, əksinə azalacaq. İndi deyir göl əvvəlkindən daha kiçikdir. Bəli, 3 düzdür. Bizdə düzü istəyir. Bir də deyir güclü yağışa görə gölün ölçüsü azalıbdır. Zəif yağışa görə low. Elə 1-3-dür. Deyir ki, göl kiçiləndə sosial və ətraf mühit problemlərinə səbəb olur. Gəlin baxaq 13-ə. Deməli, düzgün söz önünü seç deyir. The student is interested in nəyinəsə maraqlanmaqdır. Fond of da nəyisə xoşlamaqdır. Bu əzbərdir. Şagird, yəni tələbə riyaziyyatla maraqlanır. O geometrini çox sevir, yəni xoşlayır. Düzgün cümləni seçin. Alsodan sonra mübtədə xəbər gəlməlidir. Library mübtədədir, was crowded xəbərdir və məhsul növdədir. Ola bilər, çünki cansız mübtədədir. Baxmayaraq ki, kitabxana, yox, əstəğfurullah, bu şey deyil. Məhsul növ deyil, elə to be fe'lidir. Kitabxana deyir, izdihamlı idi, doluydu. I found neither a seat or a desk available. Baxın, deyir, baxmayaraq doluydu. Nə oturacaq tapdım, nə parta. Əksinə tapmalıydı dolu olmasına baxmayaraq, ziddiyyət olmalıydı. Burada also yox, because düz olardı. Yəni, çünki doluydu, mən də tapmadım. Also, the library was crowded, I didn't find no seat. Didn't-la no bir cümlədə olmaz. Elə bu onsuz da getdi. Eyni cümlədə iki inkar olmaz. Baxmayaraq ki, kitabxana izdihamlıydı. Deməli, didn't-la neither bir cümlədə olmaz. Baxmayaraq ki, kitabxana izdihamlıydı, yenə couldn't-la nothing olmaz. Baxmayaraq ki, kitabxana izdihamlıydı, mən nə deməli, nə oturacaq tapa bildim əslində. Burada tərcümədə bir uyğunsuzluq var. Baxmayaraq, crowd izdihamlıdır. Baxmayaraq ki, izdihamlıydı, mən tapdım olmalıydı. Amma burada, neither, I found neither a seat, neither or olmaz burada. Neither not, bəli, neither or bağlayıcımız yoxdur. Dediyim səhvlərin hamısı doğrudur, sadəcə tərcümədə uyğunsuzluq var. Baxmayaraq ki, kitabxana doluydu, izdihamlıydı. Mən nə oturacaq, nə də əl çatan bir parta tapdım. Yəni, burada o mənada mən belə anladım ki, boş demək istəyir. Yəni, boş olan parta nə də oturacaq tapdım. Doluydu, sonrası tapa bilməzdi də. Cümlədə bir uyğunsuzluq var. 15-ə gəlin baxaq. Asan sözlər veribdir, peşə adlarıdır. Pilot kimdir? Əlbəttə ki, aircraft, yəni bunu birbaşa havada uçuşu kontrol edən, nəzarət edən, deməli təyyarədə olan insan, yəni təyyarə sözündən tapa bilərsiniz. Deməli, məlumatı, xəbəri toplayır, jurnalda və qəzetdə yazır. Bu əlbəttə ki, jurnalistdir. Cərrah isə deməli medikal əməliyyatlara, bəli, xəstəxanada nəzarət edən, yəni onu yerinə yetirən şəxsdir. Deməli, 2 olacaq A, 1 olacaq B, 3 də olacaq C. B, A, C hardadır? Elə B-dədir. Düzgün bizdən yəlik hala istəyir. Hər iki tərəfdə apostrof S varsa isim cəmdə olmalıdır, doğrudur. Deməli, indi baxaq. Cəm, birdən yuxarı miqdar sayı var, isimdə cəmdə olmalıdır, düzdür. Elə cavab olacaq 1-3. Children sözü yoxdur, apostrof S olmalıydı. Bu da what is deməkdir, yəni to be fe'li. Bu isə soyaddır. S apostrof olmalıdır. D artiklından sonra soyad varsa S bitişib apostrof qoyulmalıdır. Deyir ki, dünyada ən qədim heykəlləri görə biləcəyin yer, yəni ölkə Misirdir. Ölkə adının qarşısında artikl işlənmir. Country sözü sayıla bilən tək isimli E götürəcək. Sifəti üstünlük dərəcəsi D götürəcək. Not only but also. Deyir, mən yalnız rəsmin özünə heyran olmadım, həmçinin onun çərçivəsinə də heyran oldum. Bu toplu sualıdır. Painting cansızdır, olacaq itself. İsimlə işləyən isə bizim bitişi olan isimizdir. Çünki bu it is özündən sonra ya article, ya da birbaşa sifət götürür. İsim götürmür, yəni. Eləcə sifət götürür. Bəli. Rachel deyir ki, tarix imtahanından kəsilmədi. Baxın, inkardadır, so təsdiqdir. To təsdiqdə işlənməlidir. Neither didn't olmaz. Bir cümlədə iki inkar olmaz. Kəsilmədi, lakin mən də kəsilmədim. Lakin yoxdur, and olardı bu. And olardı, yəni və mən də kəsilmədim. Deməli, cavab nə oldu? But I did. Yəni, ziddiyyət var. O kəsilmədi, amma mən kəsildim. İndi deməli, baxaq 20-yə.
Ifli şərt budaq cümləsidir. Deməli, baxırıq ki, ifdən sonra gələcək zaman gəlməz. Keçmiş sadə ilə indiki sadə uzlaşmaz və baxırıq ki, deməli, indiki sadə ilə keçmiş sadə uzlaşmaz, elə adı. Əgər işçilər həmişə təlimatları aydın formada izləsələr, onlar daha az sərf edərlər. Hər iki tərəf indiki sadə zamanda olacaq. Modal feil olan cümləni seçməyimizi istəyir. Deməli, baxaq. Had to wait tamamilə doğrudur. Biz yağışda avtobusu gözləməli idik. Dünən rəhbər müqaviləni imzalamalı idi. Baxın, bu bizi çaşdırmasın. Had burada, to'su burada. Modal feil kimi had to təsdiq cümlədə yan-yana gəlməlidir. Ayrı gələ bilməz. Bu artıq sahib olmaq, malik olmaq deməkdir. Elə bu da sahib olmaq, malik olmaq deməkdir. Sadəcə iki feilin arasına to giribdir. Bu budur da. I have enough money. Burada artıq özündən sonra isim gəlibdirsə, bu deməkdir ki, mənim kifayət qədər pulum var yeni kompüter almağa. To buy. Bu had to deyil ki, modal feil deyil ki. Deməli, çox asan bir şəkildə birbaşa had to yanaşı gələm. We had to wait for the bus in the rain. The manager had to sign the contract yesterday. Deməli, 1969 elə bir il idi ki, Neil Armstrong ayda gəzdi, bəli. Is the year when? Əlbəttə ki, zamandır da, yəni zaman mənalıdır. Baxırıq indi bura. Deməli, ismimiz də xəbərimizdə cəmdədir. Amma bu tərəfdə isim cəmdədir, mübtəda, yəni xəbər təkdədir. Mübtəda cəmdə, xəbər təkdə mənim ağlıma nə gələcək? The number of. Mübtəda cəmdə, xəbər cəmdə number of deyir. Çoxlu yeni məktəblər rayonda açılıb və tələbələrin sayı artmaqdadır. A number of cəm mübtəda, cəm xəbər, the number of tək mübtəda, cəm mübtəda, tək xəbər. A number of bir sıra, bir çoxlu, the number of nəyinsə sayı, tələbələrin sayı artmaqdadır. Baxın, bu bilsiz niyə təkdədir? Çünki bu number sözündən uzlaşır. Təkdədir, görürsünüz, say artmaqdadır. O qədər cəm isim gəlsin ki. Yaxın məna sinonim istəyir. Gəlin baxaq deməli, sinonim hansılar ola bilər? Əlbəttə ki, fast, quick, cəld. Varlı, kasıb, antonim. İsti, soyuq, antonim. Böyük, kiçik, antonim. Young, brave. Cavanla cəsurda nə antonim, nə sinonimdir. Dəxlisiz sözlərdir. Məhsul növü istəyir. Gəlin baxaq. Deməli, layihə mühəndis tərəfindən başlandı. Tamamilə doğrudur. Deməli, məktub katibə tərəfindən yazıldı. 1-4. Cümlənin sonunda sifət varsa, deyir ki, mühəndis tərəfindən hazırlanmış başladılan layihə mürəkkəb idi. Bir də katibənin yazdığı məktub uzun idi. Sonunda sifət varsa, bu məhsul növ deyil. İndi isə gəlin baxaq, deməli, bu da hardansa testdən götürülmə bir essedir, essen yazılışına. Deməli, Mike was going home deyək, gəlin. Was going home from school. He saw, yəni bu essinə də mən qarşılaşmışam. An injured bird on his road. Mike felt disappointed. Məyus hiss etdi. Disappointed. He decided. Baxın, iki feil arasına to yazıram. To take, o bayaq ki, yəni to da ona aid idi. He decided to take the bird his home. When he arrived home, he made bir deyək də, nə düzəltdi ona? He made a house, onun üçün ev düzəltdi deyək də. He made a house for the bird. Mike deməli, müalicə elətdir, onu sağaltdı deyək. Mike looked after the bird.
Several days gəlin yazaq. Several days, yəni bir neçə gün keçdi. After recovering, yəni sağlandan sonra Mike released that bird into the nature. The bird was flying deməli happily again. In the end, Mike felt pleased. Gəlin sözlərə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 34, 33, 35 sözdə keçdi. Bu qədər. Sağ olun.